Yadıma İmam Rıza'nın bir hadisəsi düşdü. Bir nəfər gəldi, biraz qəliz adam idi, görünən budur. Mən o portretini elə o hədisdə çəkdim öz zehnimdə, canlandı da. Gəldi, dərdi vardı, girdi içəri, salam əleykum, mənim dərdim var. İmam da oturmuşdu, qabağında sini üzüm var idi. Adam bir oturar, bir salam belə edər. O zaman birdən-birə dərdim var, müşkünü var. Tələsmə də, nə olub? Bir soruş necəsən? Hətta duada var bu. Hədislərdə qeyd olunur ki, duaya başlayıb Allahdan nəsə istəyəndə, deyirlər, ilahi, sən başqa nemət vermişdin, sənə təşəkkür edirəm. Onu da vermişdin, çox sağ ol. Bunları deyib, sonra gəldi məsələ. Bu da gəlib oturan kimi salam, mənim dərdim var, müşkülüm var. Ağa dedi ki, İmam Rıza buyurdu ki, bir dənə üzüm dənəsini götürdü, buyur. Dedim, mən gəlmişəm sənə dərd danışam, mən üzüm dənəsi versən. Kobud rəftar elədi. Ay, kobud insan. İmamla elə ünsiyyət qurmazlar. Durdu, ayağa çıxdı, getdi. İkincisi gəldi, oturan kimi imam bir dənə onu üzətdi. Üzüm dənəsini verəndən sonra götürdü, qoydu ağzına, dedi, Əlhəmdülillahilləzi rəzəqənə biyədikə. Həmd olsun aləmlər Rəbbinə, sən əlinlə mənə ruzilənirdi. O üzümü yox, əli görür. Yəni, biraz başqa baxışı vardı. Amma o mənə kim verdi? İmam xoşu gəldi, dedi, buyur üzümü. Salxımı verdi. Yenə şükür elədi, sinini verdi. Yenə şükür elədi, bağ verdi. Yenə bu dayandı, imam dayandı. Əslində mən, çünki imamların həyatına baxanda həmişə Allahın əxlaqını anlamışam da. Təxəlləqu bi əxlaqillah. Onlar təcəssüm elətdirirlər də Allahın davranışı, necə insiyyat qurur insanlarla. Bu başa saldı ki, sən bir astadan başla, xırdadan başla, onun bir şükrün ver, bir sevin. Allah deyir, bi fəfrəh, mənlə sevinin də. Bu yetmir sizə, varam da. Bir onu sevin, bir addım at, onu gör, biraz get qabağa, fanar o birisi tərəfində işıqlandıracaq. Və bir də ayılacaqsanız ki, nə boyda yolu qət eləmişsən. Mən istəyirəm deyim, ən böyük problem o pis vərdişlərdən qurtulmaq istəyən insanlar ümidsiz olurlar. Çünki hədəf ki, təyin ediblər, uzaq hədəf. Ora baxırlar, ora mən necə çatacağam. Yox, qardaşım, sən start vermisənsə, artıq müəyyən uğurlar qazanmısan.